Ha, tamam. Başlayaq indi. Başlayalım. Quşlar sinfi. Dedik ilk uçan onurğalılar. Hansılar idi? Arxeopteryxlər. Tamam, hansı dövrdə, hansı erada yarandı? Mezozoin Yura dövründə. Tamam. Əsl quşlar nə zaman yarandı? Mezozoin təbaşirində. Tamam. İndi quşlarda nə kimi dəyişkənliklər baş verib? Onları bir-bir deyək. Quşlarda ön ətrafları qanadlara çevrilmişdi. Sonra alt üst çənələri dimdiklərə çevrilmişdi. Hı -hı. Bədən üzəri nə ilə örtülmüşdü? Türüdür. Tamam. Bunlarda sümüklərin içərisi necə idi? E, Sən boş idi, yəni hava ilə dolu idi. Aha. Buna səbəb nə idi? Bədən daha yüngül olsun deyə. Aha. Tamam. Arxa ətraflarında əlavə olaraq dedik nə var? Hansı sümükdür? Pəncə lüləsi. Aha. Bu yalnız quşlara xas bir xüsusiyyət idi. Uçma ilə əlaqədar nələr idi reduksiya uğrayan? Dişlər, saf yumurtalıq, silik səs. Tamam. Maddə mübadiləsinin sürətli getməsi nəyin nəticəsində baş vermişdi? Yəni nə idi səbəb buna? Çünki onların bədən temperaturları sabit idi, həm də yüksək idi, 42-43 dərəcə Selsi arasında. Ona görə Aha. maddəsi daha sürətli idi. Tənəffüs prosesində nə kimi fərqlilik var idi bunlarda? Bunlarda iki qat tənəffüs baş verirdi. Yəni həm nəfəs alanda, həm də nəfəs verəndə qan oksigenlə zənginləşirdi. Aha. Döş sümüyünün üzərində nə yerləşəcək? Döş dili. Burada belə deyək, bu uçma ilə əlaqəli idi, yoxsa necə? Döş dili həm uçmada hava axınının qarşısını daha rahat almaq üçün. Yəni havanı yarmaq üçün var idi, amma dedik ki, uçmayan nümayəndələrdən kimdə idi? Döş dili var idi. Aha, pinqvinlər. Tamam. Quş nə zaman iki qat tənəffüs edər? Uçanda həm də gəzəndə. Tamam. Kökcük sümükləri birləşərək nə əmələ gətirmişdir? Səngə. Çəngəl olmuşdur. Tamam. Aydındır. İfrazat prosesinin tez-tez baş verməsinin səbəbi nə idi? Bədənin daha da yüngül olması İfrazat lazımdır. məhsulu nə idi bunların? Azad məhsulu quş sulu. Yəni sidik turşusu şəklində olacaq. Məlumat sağ qalıqlarına qarışıb xaric. Tamam. Sən mənə de, bəs eşitmə orqanında nə kimi fərqliliklər yarandı? Nələr yarandı? Xarici qulaq keçəcəyi yarandı. Ondan əlavə orta qulaqda üzəngi sümüyü yarandı. Tamam. Deməli, qanın arterial və venoz olaraq ayrılması bunlarda necə idi? Ürəkdə, yoxsa bədəndə, yoxsa ümumiyyətlə baş vermirdi, qarışırdı? Necə idi vəziyyət? Demək, ürəkdə və bədəndə arterial venozdan ayrılır. Tamam. Aydındır. Maylanma harada baş verir? Maylama daxilidir. Yumurta qoymaq olan çox hallar, diri balda olan nümayəndələr isə ümumiyyətlə yox. Tamam. Quruluşunu təsvir etsək nə deyəcəyik? Bədənləri başdan boynuna, gövdədən və ətraflardan ibarətdir. Aha. Başda nələr var? Necə? Başda nələr yerləşəcək? Başda üst və alt çənə şəklində dəyişmiş formada olan dimdiklər yerləşir. Bunlar buynuz maddəsi ilə örtülüdür. Ondan əlavə bir cüt qulaq dəliyi, bir cüt burun dəliyi də vardır. Bir də heç nə misal üçün də bunlar var, o da qul lələklə. Qırpma pərdəsini bunlar üçün deyə bilərik. Hə, üçüncü göz qapağı qırpma pərdəsi də yaxşı inkişaf eləmişdir. Tamam. Aydındır. Aydındır. Ön ətraflarda barmaq sayı nə qədər olacaq? 3 dənə caynaqsız. Tamam. Bəs ümumilikdə nə qədər barmaq olacaq? Midə 14 barmaq, Ha. Neçəsi caynaqlı olacaq? 8-i Tamam. Dedik bədən üzərinə ilə örtüldür. lələklərlə. Dərsi vəzlidir, yoxsa vəzsiz? Vəzsizlik qurudu. Sadəcə bir vəzsi var, o da büzdüyümdəki pi vəzsi. Aha. Büzdün vəzsi nə işə yarayırdı? Quş dimdiyi ilə o vəzni sıxırdı və oradakı yağlı mayeni lələklərin üzərinə sürtürdü. Nəticədə lələklər həm yumşaq olurdu, həm də su keçirməz olurdu.
Tamam. Bədən xaricdən hansı lələklərlə örtülü olacaq? Kontur, yəni biçim lələklərlə. Kontur lələklərinin neçə növü var? 3 növü: çalma lələk, sükan lələk, örtük lələklər. Tamam. Aydındır. Aydındır. Kimdə lələk oxu olmayacaq dedik? Qıl lələklərdə. Qul lələklər. Tamam. Sən mənə denən indi nəyi? Bunların skeleti və əzələsi haqqında nə deyə bilərik? Skeleti kəllənin gövdən və ətraflarının skeletindən ibarətdir. Kəllənin skeleti yenə beyin qurtuzun skeletindən. Ətraflar yenə sərt hissələrdən ibarətdir. Omurğa sütunu, boyun, döş, bel, omal və quyruq fəqərələrindən ibarətdir. Döş fəqərələrində qabırğalar birləşir. Qabırğaların bir ucu döş fəqərələrinə, bir ucu isə döş sümüyünə birləşir. Tamam. Dedik boyun fəqərlərinin sayı nə qədər idi? 14. Yuxarı ətrafın qurşaq sümüklərinə hansı sümüklər aiddir? 2 kürək, 2 qarğa, 2 körpücük. Tamam. Bu qurbağada necə idi bəs? Qurbağada əlavə döş sümüyü də bura gedilir. Bəs sürünənlərdə necə idi? Sürünənlərdə döş qəfəsi var idi. Sürünənlərin hansı nümayəndəsində idi qurbağalardakı kimi nəzərə alırdıq döş sümüyünü? İlanlarda və tısbağalarda. İlanda döş sümüyü var idi ki. Yox idi. Necə nəzərə alırsan bəs? Yəni ancaq tısbağalar üçün bunu nəzərə alırıq da. Çünki onlarda qabırğa olmadığına görə döş qəfəsi yox idi və döş sümüyü yuxarı tərəfin qurşaq sümüyünə və yaxud da çiyin qurşağı sümüklərinə aid ediləcəkdir. Tamam. Əzələləri, döş əzələləri, bütün bədəni təşkil edən Yarısı. əzələlərin, bəli, 50%-ni təşkil edəcək. Tamam. Qanadları hansı əzələlər endirəcək, hansılar qaldıracaq? Döş əzələləri endirəcək, körpücük altı əzələlər qaldıracaq. Tamam. Həzm sistemi. Həzm sisteminə aiddir ağız, ublaq, sonra qida borusunun girişlərinin hissəsi olan çinədan, sonra vəzli mədədə kimyəvi həzm, əzəlli mədədə mexaniki həzm. Tamam. Bunlara bax. Sən mənə denən nəyi? Nəyi? Bunlarda kloaka. Neçə sisteminə xaraçılacaq bura? Deməli, bu həzmdəkilər açılır, bir də ifrazatla cinsiyyət. Tamam. İndi bunlarda dedik ki, sağ yumurtalıq filan reduksiyaya uğramışdı. Hansı ki, dişilər üçün. İndi bura axan axarların da sayını buna uyğun olaraq deməli nə qalmaq lazımdır? Nəzərə almaq lazımdır. Tamam. Biri var cüt şəkildə gələ axa. Bir də var burada artıq dişilər üçün nəzərdə tutanda neyniyəcəyik? Yumurtalığın biri sağ yumurtalığın borusunu neyniyəcəyik? Anlayız. Nəzərə almayacağıq. Tamam. Aydındır. Bunlarda ağciyərlərdən əlavə nələr olacaq dedik? Hava kisələri. Aha. Hava kisələri ağciyərlərə hansı hissədən birləşmiş olacaq? Qadın həm də önlü. Tamam. Ağciyərlərlə müqayisədə hava kisələrinin həzmi neçə dəfə çox olur? 10 dəfə. Tamam. Havadakı oksigenin neçə faizini istifadə edir dedik? 80-90%. Tamam. Məməlilər üçün necə idi bu? 20-25%. 20-25% olacaqdır. Aydındır. Qan damar sistemi haqqında nə deyirik? Ürək 4 kameralıdır, 2 qulaqcıqdan 2 məddəcikdən ibarətdir. 2 dənə qan dövranı var. Sol məddəcikdən sağ aorta göğsü çıxır. Qan dövranı da böyük və kiçik qan dövranı. Aha, tamamdır. Tamamdır. İfrazat sistemi. İfrazat orqanı nə idi bunların? Bir cüt baha şəkilli börək, börək axarları kloaka açılır. Aha, tamam. Aydındır. Bunların sidik hissəsi varmı? Yoxdur. Tamam. Sinir sistemi haqqında nə deyirik? Sinir sistemi baş beyin, onurğa beyin və onlardan çıxan sinirlərdən ibarətdir. Bunlarda ön beyin və beyincik yaxşı inkişaf edib, beyin yarım kürələrini çevirmir.
Aha. Və sürünənlər üçün deyirdik necə bir quruluş əmələ gəlmişdi ilk dəfə. Onlarda ilk dəfə beyində, qüşə emalında beyin qabığı əmələ gəlmir. Aha, tamamdır. Hansı hissiyatlar zəif olacaq bunlarda quşlar üçün? Dəri. Aha. Eşitmə orqanında nə əmələ gəlib dedik bunlarda? Xarici qulaq keçəcəyi ilə düzənmişini Tamam, deməli neçə şöbədən ibarət olmuş olacaq? Neçə hissədən? xarici qulaq. Tamam. Orta qulağında dedik hansı sümük olacaq? Üzəngi. Üzəngi sümüyü olmuş olacaq. Tamam, aydındır. Çoxalması. Dedik mayallanma xaricədə daxili. Daxilidir, yumurta qoxu. Aha, tamamdır. Deməli yumurtadan çıxan balanın inkişafına görə necə olurdu balalar? İki cür ola bilirlər. Cücə ballar və ətcə ballar. Tamam. Ətcə bala nə idi? Cücə bala nə idi? Cücə balalarda onların yəni yumurtadan çıxanda gözləri açıq formada olur. Bir neçə müddət sonra özləri sərbəst yeriyə bilirlər. Həm də embrion İnternetin gedir sənin. Xədicə. Buradayıq Xədicə. Ha, internetin getdi deyəsən sənin. bizdə hər gün 9-a qalmış gedir. Nəsəniz yenilənmə olur yəqin ona görə. Ha, tamam. Sorun deyil. Həm də Deməli, ətcə bala və cücə baladan danışırdıq. cücə bala danışmışdı, zıxlayır da. Ha, danış. Yaxşı, cücə bala yumurtadan çıxanda deməli onların embrion lələkləri olur. Bir neçə müddət sonra özləri sərbəst gəzə bilirlər. Həm də gözləri də açıq formada olur. Bunlara aiddir məsələn toyuq, qaz, ördək. Amma ətcə ballarda elə olmur. Yəni, əksinə onların lələkləri heç olmur demək olar ki, və yaxud da ki, çox az olur. Gözləri də, qulaq dəlikləri də qapalı olur. Həm də 10-60 gün arası yuvada bəslənirlər, sonra gəzməyə başlayırlar. Tamam, aydındır. Sən mənə denən nə iyi? Dəstələri oxumuşuq. Aha. Köçəri quşlar nə edirdik? Köçəri quşlar yaz aylarında, yaza qədər yuvalarını tərk edirlər. 100-1000 kilometr tavuklara gedirlər. Aha, tamam. Uçub gedən quşlar nə edirdik? Onlar ümumiyyətlə olmayan ölkələrdə yaşayırlar. Ondan 1010 metr uzaqda olurlar. Tamam, aydındır. Qidalanma tipinə görə hansı quşları tanıdıq? Bitki yeyənlər, həşərat yeyənlər, yırtıcılar, hər şey yeyənlər. Aha, sən mənə denən nəyi? Bitki yeyən quşlar ümumiyyətlə nə ilə qidalanır? Ənlə, toxumla, gilə meyvə ilə. Tamam, aydındır. Həşəratla qidalanan quşlarda dimdik hansı formada olacaq? Dimdikləri uzun olur, canavları falan da iti olur. Tamam, aydındır. Aydındır. Həyat tərzinə görə quşları, ekoloji qrupları hansılar idi? Meşə quşları, su quşları, bataqlıq sahil quşları və aralıq sahil. Neydi onun adı? Aralıq, açıqlıq sahil quşları. Açıqlıq sahə, su quşları, meşə və sahil bataqlıq quşlarına ayıracaqdıq. Tamam, aydındır. Aydındır.
Pinqvinlər haqqında nə deyə bilərik? Pingvinlər su quşları, onların barmaqlarının arasında üzmə pərdələri vardır. Bədənləri şarqli istiqamətdə olur. Döş dilləri yaxşı inkişaf eləmişdir. Aha. Bitkilərin tozlanmasında iştirak edən quş hansı idi? Halbuki. Kolibri. Tamam. Aydındır. Belə sadəcə. Dərsimiz bu qədər. Təşəkkürlər. Dedem.